Salam değerli izləyicilər, hər kəs xoş gördük. Çınar TV efirindən hər birini salamlayıram. Və bu günləri biz həmişəki kimi yenə yardım günüdür. Allahın izni ilə və bizim qrupumun köməyi ilə biz bu işi görürük. Və indi isə Şəmkir rayonunun Çınar qəsəbəsində Koroğlu tərəfə qalan bir ailə var. Orada öz yardımımızı göstəririk. Və biz həmən ünvanda qabaq dolmuşduq. Deməli, arxın suyun çoxu gəlməsi nəticəsində evə çox ziyan dəymişdi. Həmən ev çox bərbad gündə idi. Evlər demək olar ki, təmiz çökmüşdü, divarlar çatlamışdı. Və indi isə həmən ailəyə öz yardımımızı göstərməyə gedirik. Bizi izləməyə davam edin. İzləyicilər, bir daha hamınızı salamlayıram və biz Allahın izni ilə gəldik, həmən ünvana çatdıq və gördüyünüz kimi burada olan həmən bu suyun, su kanalının sızması nəticəsində oradan çoxlu su gəlib və evin himinə ziyan vurub, evin divarlarını eləmişdi, ziyan vurmuşdu, belə deyək. Və indi isə biz öz yardımımızı həmən ailəyə çatdıralım. Allahın izni ilə bizi izləməyə davam edin. Salam aleyküm. Salam aleyküm, nətəsiz? Biz söz verdiyiniz kimi gəldik, deməli. Sağ ol, çox sağ ol, Allah şəfaət versin deyə nalırsınız. Nəsə bir dəyişiklik var mı? Nəsə bir yardımla bağlı, sizin bu evinizlə bağlı, evin təminlə bağlı, heç nə yoxdur, heç bir dəyişiklik. Heç bir şey yox. Nə gələn var, nə gedən var, gəlirlər, baxırlar, boş-boşuna da gedirlər. İndi həmən deməli ev olur, su bağlan vaxtı, həmən bədətdə, həmən durumda. Daha artıq. Su sağlam yerlər artıq. Alpər sənə mən xahiş edirəm, oraya götürərdim. Deməli, dərəcədə gördüyünüz kimi həmən su kanalının çoxlu gəlməyi nəticəsində su daşıb oradan. Yerin altından. Oradan sızıbdır. Yerin altından sızıb. Yəni, sızıb gəlib buna ziyan dəyəkdir. Bu evə deməli, gördüyünüz kimi him deməli çatlayıbdır. Yəni, ev qəzalı durumda demək olar ki. Yəni, harasa bir ilə yaxındır mı? Sentyabrda. Sentyabrda bir ilə yaxındır ki, bu durumdadır. Yəni, evin təminlə bağlı heç bir köməyi yoxdur. Mən buradan bizim Şəmkirdə yaşayan insanlardan xahiş edirəm. Yəni, Azərbaycan bölgəsindən hamıdan xahiş edirəm ki, əgər köməkli eləmək istəyənlər kart hesablarına öz yardımını göstərə bilər ki, bu evin təminlə bağlı kimin imkanı varsa, yəni Azərbaycan xalqı 10 milyon əhali yaşayır. Əgər hər kəs öz yardımını göstərsə, bu evi 3 ayın içində təmin edib bitirmək olar. Ona görə də hamıdan xahiş edirəm ki, öz köməyinizi göstərin. Bu ev inşallah çox bərbad günə düşməmiş, ev uçmamış, Allah bilməsin, bu evin təminini yekunlaşdıraraq. Və siz də nə deməksə, yəni bax, Nə vaxtsa bu ev uçacaq, hamam gedir. Nə yaxınlansa. Nə vaxtsa bu ev uçacaq, hamam gedir, elə bir şey qalmayıbdır. Hər dəfə yağış yağdıqca bir yerim uçur, çatlayır, dağılır. Kimsə
Yəni heç bir köməklik görməmişəm. Elimdən, xalqımdan, hökumətimdən artıq dərəcədə xahiş eləyirəm ki, mənə yardım əli uzatsınlar, köməklik eləsinlər. Kimin gücü nəyə çatır, köməklik eləsinlər ki, mən balalarımı bu evdə yaşadım. Məcburiyyət qarşısında kiriyə çıxmalıyam. Kirədə pulum yox, imkanım yox, gücüm çatmır. Gün sabah məktəb açılacaq, uşağım məktəbə gedib gəlməyi var. Aynen. Allah kömək. Mən bildiyimə görə bizim Çınarlı qəsəbənin, Şəmkirin yardım fondu var. Yəni onlar nə qədər evlər tikiblər, nə qədər köməkləyiblər. Düzdür, bizim əlaqəmiz yoxdur onlardan. Amma onlara mən səslənirəm ki, yəni bax gördüyünüz kimi vəziyyət göz qabağındadır. Bir ilə yaxındır ki, bu ev qəzalı durumdadır. Yəni kimlər əgər bizi eşidirsə, həmin o yardım qrupundan, yəni çox işlər gördülər onlar, mən bilirəm, Allah köməkləri olsun. Yəni bu evə də dəstəklərini göstərsinlər, bu ailə də öz köməklərini göstərsinlər və sizdən çox xahiş edirəm. Hər kəs öz yardımını göstərə bilər. Yəni bütün dünya baxır da bizi, hamı da bizi izləyir. Əgər kimlərsə bizi görürlər, baxırlarsa, onlar da öz yardımını göstərsinlər. İnşallah mən ümid edirəm ki, bir xəbər olarsa inşallah sizə məlumat verəcəyik. Yenə də Allah kömək olsun. Allah böyükdür, inşallah yaxşı olar. Başqa sözünüz var mı nəsə? Yalnız kömək istəyirəm. Mən xalqımdan, elimdən, hər bir kəsdən kömək istəyirəm. Yardım əllərini uzatsınlar ki, bu ev tamamilə yararsız hara düşməsin. Yağış yağanda yağışın yardan çoxu evin içində olur. Damır, kırışa aralanıbdır, uçmaq səviyyəsindədir. Allah, nə deyim? Yaxşı olar inşallah. Dəyərli izləyicilər, bizə baxmaq üçün Çınar TV kanalına abunə olun, bəyənin, paylaşın və bizi izləməyə davam edin. Sağ olun. Gördüğünüz kimi əzizlər, evin sistemimiz su içindədir. Gördüğünüz kimi operatorumuz xahiş edirlər, biraz yaxından çəksin. Gördüğünüz kimi evin sistemimiz suyun içindədir. Yəni hər an burada uça bilər bu, gördüyünüz bu ev, otaq uça bilər. Çox təhlükəli bir vəziyyətdir. Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin.